Arkadaşlar vaxtınız xeyirli olsun. Değerli qonşular, əziz məclis iştirakçıları, xoş gördük hər birinizi. Və bugün gözəl Yevlax rayonumuzda, Aran qəsəbəsində çox gözəl məclis təşkil olunub. Arzu edirəm ki, bu toyun səbəbkarları bu həyatın enişli, yoxuşlu yollarında hər zaman büdürəmədən, mətin olaraq bu ömür yollarında addımlasınlar inşallah. Və bu gözəl gündən, bu əziz gündən bütün subaylara qismət olsun. Və süfrəmizin ətrafında hər zaman yaxşı dostlar, yoldaşlar əyləşdir. Yaxşı dostun qarşısına çıxmağa, məndə səxa, məndə vəfa, düz də var. Yaxşı dostu aramağa seçməyə, məndə sərraf, uzaq görən göz də var. Xəstəsiyəm dosta süfrə salmağa, saz götürüb sinəm üstə çalmağa, dostun könlün sazla, sözlə almağa, sinəm dolu söhbət də var, söz də var. Sərrafıyam yaxşı dostu seçməyə, dost yolunda şirin candan keçməyə, badə vurub dostla yeyib içməyə, məndə ürək, məndə təpər, diz də var. Dostla çıxıb bulaq üstə gəzməyə, kebab çəkib ocaq üstə düzməyə, bu yerləri dolaşmağa, gəzməyə, dərə də var, təpə də var, düz də var. Çox sağ olun.